18-ci fəsil. İman nədir? İnancdan şuur vəziyyətinə. İnsanın daxili təsdiq mexanizmi. İnsan tarix boyu iman anlayışını müxtəlif formalarda izah etməyə çalışmışdır. Ənənəvi yanaşmada iman inanmaq, qəbul etmək və təsdiqləmək kimi başa düşülür. Lakin bu izah nə qədər geniş istifadə olunsa da, mahiyyət etibarilə kifayət etmir. Çünki insan çox şeyə inanır, lakin hər zaman bu inanca uyğun yaşamır. Bu ziddiyyət isə daha dərin sual yaradır. İman sadəcə inanmaqdırmı, yoxsa daha dərin və kompleks daxili haldır? İnanc və iman arasındakı fərq. İnsan müəyyən fikirləri qəbul edə bilər. O, kainatın nizamına, mənəvi dəyərlərə və ya ilahi prinsipə inanır. Lakin bu inanc onun davranışında əks olunmursa, o zaman bu yalnız nəzəri qəbul olaraq qalır. İman isə fərqli səviyyədə baş verir. O, qəbul edilmiş fikrin insanın daxili sisteminə çevrilməsidir. Bu prosesdə düşüncə hissə çevrilir, hiss isə davranışı formalaşdırır. Nəticədə insan yalnız düşündüyünü deyil, daxilən yaşadığını həyata keçirir. Dini yanaşma, daxili təsdiq. Dini mətnlər iman anlayışını zahiri ifadə kimi deyil, daxili proses kimi təqdim edir. İman insanın qəlbində, yəni daxili sistemində formalaşan və zamanla sabitləşən vəziyyətdir. Bu yanaşma açıq şəkildə göstərir ki, iman sözlə ifadə olunan təsdiq deyil. O, insanın daxilində baş verən dəyişiklikdir və yalnız bu dəyişiklik baş verdikdə iman gerçək məna qazanır. Psixoloji mexanizm, daxili uyğunlaşma. Psixologiya göstərir ki, insan yalnız bildiyi kimi yaşamır. O, daha çox hiss etdiyi və daxilində qəbul etdiyi kimi davranır. Bu baxımdan iman, daxili uyğunlaşma vəziyyəti kimi izah oluna bilər. İnsan düşündüyü ilə hiss etdiyi uyğunlaşdıqda, daxili konflikt azalır, qərarlar sabitləşir və davranış ardıcıl hala gəlir. Bu uyğunlaşma olmadıqda isə insan daxili ziddiyyət yaşayır və bu ziddiyyət onun həyatına birbaşa təsir edir. Şuurun sabitliyi kimi iman. İman insan şuurunda sabitlik yaradır. İmanlı insan qərarlarında daha ardıcıl olur, tərəddüdü azalır və məqsədini daha aydın dərk edir. Bu baxımdan iman sadəcə inanc deyil, o təşkil olunmuş və istiqamətlənmiş şuur vəziyyətidir. Şübhə və inkişaf. Şübhə çox vaxt imanla ziddiyyətli qəbul edilir. Lakin daha dərin baxış göstərir ki, şübhə düşüncənin inkişaf mərhələsidir. Sorğulama olmadan möhkəm iman formalaşmır. İnsan sual verdikcə, araşdırdıqca və analiz etdikcə onun inancı daha dərin və daha dayanıqlı olur. Bu baxımdan şübhə imanın zəifliyi deyil, onun formalaşma mərhələsidir. Veyyim ilə imanın izahı. Veyyim konsepsiyası iman anlayışını daha geniş sistem daxilində izah edir. Bu yanaşmaya görə kainat vahid enerji və informasiya sistemidir və insan şuuru bu sistemlə daimi əlaqədədir. İman bu əlaqənin şuurlu şəkildə qəbul edilməsidir. İnsan yalnız bu sistemi düşünmür, onu daxili olaraq hiss edir və yaşayır. Bu mərhələdə iman artıq nəzəri deyil, təcrübə halına keçir. Rezonans və şuur vəziyyəti. İman şuurun müəyyən vəziyyətidir. Bu vəziyyətdə düşüncə sabitləşir, hisslər uyğunlaşır və daxili rezonans formalaşır. Bu rezonans insanın VM ilə uyğun vəziyyətdə fəaliyyət göstərməsinə səbəb olur. Nəticədə insan daha aydın düşünür, daha sabit hiss edir və daha məqsədli yaşayır. İman və davranış. İman yalnız daxili hal deyil, o davranışa birbaşa təsir edir. İnsan inandığı kimi düşünür, düşündüyü kimi hiss edir və hiss etdiyi kimi davranır. Bu zəncir pozulduqda iman zəifləyir. Bu səbəbdən iman yalnız qəbul deyil, davamlı daxili prosesdir. Mənəvi mədəniyyət ilə əlaqə. İman ilə mənəvi mədəniyyət arasında birbaşa əlaqə mövcuddur. Mənəvi mədəniyyət insanın hisslərinin keyfiyyətini müəyyən edir, iman isə bu hisslərin sabitləşmiş formasıdır. Bu baxımdan iman daxili inkişafın nəticəsi və göstəricisidir. İman və bilik. İman və bilik çox vaxt qarşı-qarşıya qoyulur. Halbuki bu iki anlayış bir-birini tamamlayır. Bilik düşüncəni genişləndirir, iman isə onu sabitləşdirir. İnsan bilmədən inandıqda onun imanı zəif olur. Anlayaraq inandıqda isə iman dərinləşir və daha dayanıqlı formaya çevrilir. Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə ondan ibarətdir ki, iman sadə inanc deyil.
O, şuurun sabit və uyğunlaşmış vəziyyətidir və bu vəziyyət insanın bütün həyatına təsir edir. Yeni baxışın mahiyyəti. İnsan iman əldə etmək üçün yalnız qəbul etməməlidir. O anlamalı, hiss etməli və yaşamalıdır. Bu proses baş verdikdə iman dərinləşir, şuur dəyişir və həyat istiqamət alır. Nəticə: İman insanın daxili sistemində formalaşan və onun həyatına istiqamət verən əsas mexanizmlərdən biridir. Onu yalnız sözlə ifadə etmək mümkün deyil. Din onu izah edir, fəlsəfə onu sorğuluyur, psixologiya isə onun mexanizmini açır. VM konsepsiyası isə bu yanaşmaları birləşdirərək belə nəticəyə gəlir. İman, insanın şuurunun VM ilə uyğunlaşması və bu uyğunlaşmanın onun düşüncəsinə, hisslərinə və bütün həyat istiqamətinə təsir etməsidir. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.